vəziyyət gərgin olaraq qalır. Bu gözlənilən idi. Çünki ilk dəfə idi ki, deməli, ABŞ prezidenti Trump'ın şəxsi nümayəndəsi xüsusi missiya ilə Steve Witkoff və ABŞ prezidentinin kürəkəni Kushner bərabər olaraq Moskvaya gəlmişdilər. Çünki indiyə qədər mən bilmirəm, siz xatırlayırsınız ya yox, amma mən şəxsən ilk dəfə idi görürdüm ki, ABŞ prezidentinin kürəkəni hansısa qismdə, yəni bu görüşlərdə iştirak edir. Əvvəlcədən bəlli idi ki, iki okeandan o tərəfdən gələn belə deyək də biznesmen Moskva ilə o məşhur bir deyim var, deyir dərini bölüşmək üçün Moskvaya gəlmişdilər. Öldürülmüş heyvanın dərisini bölüşmək üçün Moskvaya gəlmişdilər. Biraz kobud müqayisədə, amma belə demək lazımdır. Çünki nə Steve Witkoff, nə Kushner siyasət adamları deyirlər. Amma bütün bunlara baxmayaraq Amerika prezidenti onları Moskvaya yönləndirmişdi və bu dəfə də elə gecə saatlarında az qala hamı səbirsizliklə görüşün nəticəsini gözləyirdi. Çünki 3 saat keçmişdi. Bakı vaxtı ilə artıq bugünkü gün idi də. Yəni deməli dekabrın 3-ü idi. Amma hələ 3 saat vaxt keçməsinə baxmayaraq danışıqlar davam edirdi. Artıq 5 saatdan sonra tərəflər heç nəyə nail olmadan ayrıldılar və bugün də deməli artıq bir neçə dəqiqə bundan əvvəl baxıram, görəm Moskva yenə növbəti hiləsinə əl atıb və bəyan edir ki, biz əsla danışıqlar prosesindən deməli çıxmamışıq. Biz yəni bu danışıqlar prosesini Kreml ABŞ mediasında yayılan deməli bu xəbərləri təqzib edir, fikir verin. Yəni Peskovun dili ilə deyirlər ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dili ilə deyir ki, yox biz hələ dünən görüşmüşük. Hələ isti-isti müəyyən məsələləri müzakirə etməliyik. Mən doğrusu desəm, əgər bəzi təklifləri qəbul edilməz hesab eləyibsə, yəni Rusiya tərəfi, yəni isti-isti nəyi bundan sonra bunlar müzakirə eləyib və hansısa bir nəticəyə gələcəklər. Aydın məsələdir ki, Rusiya Avropa İttifaqının, o cümlədən NATO'nun qorxaq və ürkək davranışlarından, o cümlədən Amerikanın siyasi rəhbərliyinin bu cür yanaşmasından belə ürəklənərək bu addımları atır. Çünki indiyə qədər ABŞ prezidenti dəfələrlə mən ümid eləyirəm, mənim dostum, nə bilim qardaşım, dostum, sirdaşım Putin nəhayət ki bu müharibəni dayandıracaq. Biz 8 müharibəni dayandırmışıq. Bu 9-cu olacaq, bilirsiniz də, görüş öncəsi də belə bəyanatlar verilmişdi. Amma biz gördük ki, Rusiyanın bu müharibəni dayandırmaq fikri yoxdur. Çünki son günlər Rusiya prezidenti biraz da nəzər alsaq ki, 30 noyabr tarixində bu hərbi geyim geyinərək deməli yenidən hərbi komandanlıqla görüşdü. Yenə də Gerasimovun bəlağətli bəyanatlarını dinlədi. Pakrovsk belə gəldi. Krasnoarmeysk, indi fikir verin, deməli hər yerdə Pakrovsk kimi gedir, amma bunlar adını dəyişib Krasnoarmeysk qoyurlar, belə səsləndirirlər. Kupiansk deməli artıq mühasirədədir. Mirnogorodda Ukrayna əskərlərinin şansları yoxdur. Bu həmin Putindir ki, yalanları ilə artıq dünyada hamıda ikrah doğurur. Çünki bilirsiniz, Kurskda bu Kursk Ukrayna Silahlı Qüvvələri tərəfindən nəzarətə götürüləndən sonra onlar elan eləmişdilər ki, 1-2 günə biz onları orada sıxışdırıb çıxardacağıq, sanki heç nə olmamış kimi. Və bir gündə həmin o Putin və Gerasimov bəyan elədilər ki, 10.000 Ukrayna əskəri mühasirədədir, nə bilim onların şansı yoxdur. İndi də yəni görüş öncəsi Rusiya prezidenti yenə də öz ənənəsinə sadiq qalaraq Ukrayna faciə ilə baş-başadır. Biz sona qədər dediklərimizə deməli çatacağıq və ən əsası da bunların iştahı o qədər belə güclüdür ki, Ukrayna Silahlı Qüvvələri Donbassdan və Luganskdan geri çəkilməlidirlər və 4 Ukrayna ərazisi Krımda daxil olmaqla
Amerika tərəfindən, Avropa İttifaqı tərəfindən Rusiya ərazisi kimi tanınmalıdır və yerdə qalan məsələlərə isə biz baxaracağıq. Baxın, görün, 21-ci əsrdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biri müstəqil bir ölkənin ərazisinə soxularaq 1380-ci gündür, səhv eləmirəmsə bugün. Deməli, bu müddət ərzində hər hansı bir strateji hədəfinə çatmayıb, amma yenə də üzr istəyirəm ifadəmə görə sizdən və Günas TV izləyicilərdən məcburam bu sözü dilə gətirməyə. Çünki bu həyasız, yəni siyasətçilər 30 ilə yaxın Qarabağda bizim başımıza bu oyunu gətirmişdilər və onlar 30 ilə yaxın məsələni həll eləyirlər kimi davranış nümayiş etdirirdilər. İndi də deməli Ukraynanı hansısa bir təslimçi sülhə deməli məcbur etmək istəyirlər. Bəli, vadar etmək istəyirlər. Amerika, Rusiya tandemi, amma bu da alınan deyil. Yəni biz bilirik ki, nə qədər danışsalar da, nə qədər Zelenskinin üzərinə getsələr də, Ukraynanın üzərinə getsələr də məqsədlərinə nail olmayacaqlar. Bir cümlə də deyim Züleyxa xanım. Deməli bu son günlər Zelenski ətrafında və onun komandasının rüşvətə bulanması ilə bağlı. Baxın, dünənləri Avropanın göbəyində, üzr istəyirəm, deməli Avropa İttifaqının rəsmiləri bilirsiniz, yəni 2 vəzifəli şəxs korrupsiya, yəni və dələduzluq ittihamı ilə saxlanıldı. Xanım Monigiri də səhv eləmirəmsə və bir başqa deməli siyasətçi. Yəni mən bu misalı nəyə görə çəkirəm? Həmin rüşvətxorluq və korrupsiya halları Amerikada, həmin rüşvətxorluq, korrupsiya halları Avropada, həmin rüşvətxorluq, korrupsiya halları bu günləri bataqlıqda inildiyən Rusiyada. Elə bir misal gətirim, yəqin ki, dəyərli izləyicilər başa düşərlər. Rusiya Müdafiə Nazirliyinin əksər rəhbər şəxsləri Sergey Şaygunun dönəmini mən nəzərdə tuturam. Yəni Timur İvanov, sonra 4-5 yəni nazir müavinləri və rəhbər şəxslər həbs olunsalar da, amma Putin Şaygunu güdaza vermədi. Onu sadəcə olaraq bir sakit vəzifəyə, Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirdi. Mən bunu nəyə görə gətirirəm? Deyir ki, utanmasan oynamağa nə var ki? Rusiya bu günləri Ukraynanın fikir verin, cinayətkar və korrupsiyaya bulaşmış rəhbərliyindən danışır. Həmin o Putin, Peskov, Lavrov və digərlər. Halbuki özləri, üzr istəyirəm, 40-yə qədər həmin o korrupsiya və rüşvətin içərisindədirlər. Mən demirəm, rüşvət və korrupsiya ilə keçmiş SSR-nin zamanından qalmış bir xəstəlik idi. O xəstəlik Azərbaycanda da var, Rusiyada da var, Amerikada da var, hər yerdə var. Yekun olaraq onu demək istəyirəm ki, bu dünənki danışıqlar da, yəni Putin heç bir halda bu deməli bəndləri qəbul etməyəcəkdi. Elə əvvəldən də deyirdi ki, orada elə müddəalar var ki, bizim maraqlarımıza cavab vermir. Aydın məsələdir ki, yəni danışıqlar sadəcə olaraq danışıq xatirinə. Mən başa düşürəm, bağlı qapılar arxasında çox gözəl alveri və biznesi bacaran Uitkov və Prezident Trump'ın kürəkəni Kushner yəqin ki, Ukraynanın əraziləri haqqında danışırmışlar, yeraltı, yerüstü sərvətləri ilə bağlı danışırmışlar. Amma sonda nəticə o olub ki, yəni irəli sürülən şərtlər qəbul edilməz kimi qiymətləndirilib və yəqin ki, hələ bir müddət də bunun, belə deyək də, o dartma, üzr istəyirəm, hərə bir tərəfə dağıtacaq və hərə öz prizmasından bu danışıqları şərh edəcək. Amma mən yenə də demək istəyirəm ki, Avropa İttifaqının, NATO'nun qətiyyətsizliyi, ürkəkliyi, qorxaqlığı Rusiyanı belə qaba davranmağa sövq edir və Putin də həbs olunmalı və barmaqlıqlar arasında atılmalı olan bir adam, uşaq qatili, hər gün ölümlərə səbəb olan, bugün səhər saatlarında yenə də baxıram, yəni gecə saatlarında Dnepr raket atəşinə, dron atəşinə tutan bu cani yenə də insan ölümünə səbəb olub, amma bütün bunlara baxmayaraq yenə də üzr istəyirəm, həyasızcasına dünyaya özünün hansısa belə iştahlarını diktə etməyə çalışır.